Şankay şəhərindəyik. Mən sizi Murat bəylə tanış edəcəm. Murat bəy Avtobon İlk Kiyev şirkətində 3 ulduzumuzdur. Murat bəy, sizə bir sualım olacaq. O səhnəyə çıxanda konseptdə. Həqiqətən o səhnəyə çıxmaq çox qürur verici bir hissdir. O əziyyətimizin qarşılığıdır, ora çıxırın, uğur qazanır. Eyni zamanda Azərbaycan bayrağı ilə çıxmaq Allah qürur. O qədər ölkələr arasında bayrağımızı dalğalandırır, qürur hissi keçirdirik ki, həm uğurumuz, həm də bu yəni təkcə bizim deyil. Demək olar ki, yəni Azərbaycan bu sözlərlə izah etmək olmur həqiqətən. Mükəmməl istərdi. Murat bəy, ixtisasınız nə oldu? Siz neft şirkətində konuşuyorsunuz. Bəli, Murat bəy neft sənayesini bitirib, amma özünü Kiyev şirkətində sınayıb və orada tapıb. Siz gənclərə nə deyərdiniz? Bax, sizin yaşlı gənclər var da, hal-hazırda iş axtaranlar, içindən necə deyərlər, yorulanlar. Bax, o gənclərə, Azərbaycan gənclərinə mən birinci dəfədir konferansda iştirak edirəm və burada gördüm ki, ən az bizim Azərbaycan gəncləridir. Nə deyərdiniz? Mən özüm 21 yaşında bu işə başlamışam. Hal-hazırda 25 yaşım var. Bir gənc olaraq bugün Kiyev-dən istədiyim hər şeyi ala bilirəm, sizlər olsun ki. Və gənclərə də demək istəyirəm ki, bizim qarşımıza fürsətlər çıxır. Amma o fürsəti dəyərləndirmək öz əlimizdədir. Əgər siz Kiyev-ə gəlmişsinizsə, artıq bir fürsət var qarşınızda. Onu dəyərləndirin və bu həyatı yaşayın. Bəli, çox sağ olun. Ümid edirəm ki, biz 35-ci Kiyev-in 35-ci illiyini qeyd edəndə Murat bəy daha böyük nailiyyətlər qazanacaq. Murat bəy ev də alıb, maşın da dışına düşüb və mən orada inanın o qədər sevinirdim, gözümdən yaş gəlirdi. Bizim Murat bəy kimi gənclərimiz var. Həm ali təhsilli, həm dünya görüşü, get-gedə də Kiyev şirkətində biznesi daha dərindən öyrənəcək. Zaten Allah canını sağ eləsin, Elçin Ağayev elə bir sistem qurub ki, biz nəinki zənginləşirik, nəinki dünya çıxırıq, həm də bir sistem öyrənirik. Biznes sistemi. Sizə uğurlar arzu edirəm. İnşallah bizim yolumuz uzundur. Sağ olun. Bərabər böyük səhnələr biz gözləyirik. İnşallah, sağ olun.